Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir ütünü təmirə gətirdilər. Bu vəziyyətdədir. Çalışacaq bərpa eləyə, indi ortağı nəticəni bir yerdə izləyək. Hər bir şey təmizlədik, iç hissəsində təmizlədik. Toz soran vasitəsilə iç hissəsində təmizlədik. Başqa bir ütüdən işlənmiş donor götürdük. Bu sırtqanı da təmizləyək. Filtridir, ikinci filtri arxada ayırdıq. Öz üstündə olan paslanmayan şuruplarıdır. Digər bir şurupla əvəz eləmək olmaz. Təmizlədik. Rezini taxdıq. Bunları qoyduq, təsəvvürən niyə demir, maqnitli bunu götürmür. Yəni maqnit götürməyəndir bu şuruplar, ona görə paslanmır. Zilonkasını vurduq, yağını vurduq, belə deyək. Digər filtrini də təmizlədik. Üzərində pas yoxdur. Tədbirimizi gördük, dərmanını vurduq. Öz dərmanını vurduq, superkley vurmaq olmaz. Silikonla yığacaq bu hissəni. Altı güşəli şuruplarını bağladıq. Filtrini qoyduq. Üzərinə su əlavə elədik. 1 metrə qoşmuşuq. Öz gücünü götürdü. Bundan su verir. Sıfırlandı. Parını artıraq. Parını da verir. Bu şey işləyir. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.